gelecek defa. Japon burada bir kasında var. Ortalığı yoktu. Değil mi? Ne burada? Ortalıkta şey yoktu. Ya ne oldu birden? Ben maşın tekeri girmeye ben de öldü. Bir tane karım açtı ben. Dalıyla. Red basa maşın girmeye beye Sen o zaman o dedi. öyle başını. Biri yok. Ondan biraz görünür ki o pucu. Ya siz de oraya ince. Bire mutlaka sağla. Bire ver mutlaka sağla. Hala. Hadi. Hadi. Ay yoldaş, ben beyaz dedim ki o taraftan bak, beri gelir. Ben çekeceğim. Ben de karşısında zamanında. Hoş geldin. Yine maçın az kaldı gücüm. Kocalar görekler var. Ne yok? Çatılar çatılar. Bu çatılar. Ha bakara sen. Atar önce. Hadi şarkısı. Abdüley'in orada çekilen sayını atırım. Abdüley'in ne? Dörtte götürelim. Tamam. Ama Abdüley'in de atalım. Hayır, bakalım. Balada orada böyle bala çek. Göstereceği yok. Dörtte götürelim. Güzel mi? Yakında dedi. Biz de çekin. Dur biraz saçıncı. Saçıncı ölçü. Saçını biraz. Saçını bir düz durumda bir sen daha çek biraz çek. Biraz geri biraz da. Öyle. Saçın dön değil mi? Sercan düzeldi görün. Yakanızı başınızı bağlayın. Tez. Tez birine ver şunu. Batarya düzel. Olmadı. Düzel. Hele. Dikkat merkeze. Yoldaş komandiri bataryanın şahsiyeti seher ve konusunu topladı. Malumat ediyor bataryanın komandiri mavinin sayar. Tamam mı askerler? Sağ! Hazır. Hazır. Oturun bize. Hey! Komandotlar komandotlar. Dikkat rahatımla. Marş! Yürüye sen. Haberimizde olan askerler yok. Nizam yok. Nizam da nizam. Aa o da şimdi benzin azdı. Bu kurtarmamış yolunu biraz koyuyor. Güzel. Koddu. Vay. Burada. Mübarek. Hem zahit yapsın mı? Hemen zahit yapsın. Asif. Mazahir. Ben. Firudin. Rövşen.
Mən. Təbriz, İkilər. Hamza. Muhtar. Fərhad, Evet. Hıdır, Gafir. Bəxtiyar, İntiqam, Rehman. Şahmur, Viktor. Səyavuş, Adil, Qərib, Duvar. Firuz, Nofər, Ezmullah, Mustafa, Feyruz. Aydın, Ramiz, Vüqar. Ramiz hanım, Çingiz. Zeyd, Şahbaz. Nevşeh. Başkan. Komanda verirsen sen burada. İbrahim, Tofik, Fazil, Vidadi, Bəhram, Asif, Əlağa, Fəzail. Hasan Olmaz. Cemal Celalettin. Oradan Asif Fəzail sağacağım. Azad. Hayır. Çok güzel. Burada olmana gitsin arıyor. Burada olmana gitsin arıyor. Çok güzel. Fotoğrafı sen. Hey! Mehmet Bey'in arasında... Konak geldiler. Konak yerine konaktı. Bizim doğumumuz, yakın canımız, ciğerimizi. Bizler Sümray şehrinden geldiler. Öz yardımlarıyla burada yardım şikayetini böyle həmişə ürəyi burayla olan adamlardır. Öz şəxsi pullarıyla, əmək haqqlarıyla 280 min manatlıq yardım gətirdilər. Bu yardım şəklində kartofdur, soğandır, konservadır və s. orada olan şeylərdir, bunlar içərisində olacaq. İndi biz sözü veririk Rəsul dayıya, bizim axsaqqalımıza. O gəlişi ilə öz məqsədini bildirsin, sözün öz fikrin desin. Birinci, əziz balalar, hamınıza mən öz ailə tərkibimdən, öz valideyn tərkibimdən salamlar, sizə sağlamlıq, postunuzda sizi hara yollayıblarsa orada müvəffəqiyyətlər arzu edirəm ki, siz orada cəsarətli olun. Mən özüm Çaytumaslıyam. Bu torpaq nə Çaytumas, nə Başarət bizimdir. Hamısı bizim torpaqdır. Mənim 65-70 yaşım var, vətən müharibəsi iştirakçıyam. Hər axşam sizin bu hərbi zadlarını keçirəndə mən infak keçirəm, ağlayıram. Hayacan çəkirəm ki, gəldiyim, gördüyüm bu, deyim özüm gözümlə gedim görüm bu yolları. Baxım görüm bu cəmaat nə vəziyyətdədir, nə şəraitdədir. İndi gəlib Allah'a şükür gördüm, vəziyyətinizi də görürəm, yollarınızı da görürəm, əziyyətlərinizi də görürəm. Allah sizin bu əziyyətlərinizi bağışlasın sizə. Xudayəvənd aləm sizi bu ölkədə bərqərar eləsin, cəmiyyətimizə baş sağlığı, ucalıq gətirəsiniz. Qaldı ki, bizim bu cəmiyyətlər, bizim bu partiyalar ki var, bu partiyalar həmişə xalqla bir olsun. Heç bir siyasətə, heç bir mağlumiyyətə uymayasınız ki, bizi belə gedək yoxdur. Torpaq bizimdir, qorumalıyıq. Hansı cəmiyyət olur, hara olur, biz ona
bağlıyıq. Biz onu saxlamalıyıq. Vallahi indi mənim qoca yaşımda silah götürüb sizdən də mübarizə aparmaq qüvvəm var. Allahın köməkliyi ilə. Baxmayın ki, yaşım çoxdur. Amma dediyim odur, Allah bu cemaata versin ki, sizi burada saxlayır, dolandırır, yaşadır. Mən hərbinin baş komandiri Məhiyyədinova minnətdaram ki, bu şəraitdə, bu vəziyyətdə bu saldatları, bu əsgərləri saxlayıb dolandıra bilir. Ona vaxtında yeməyin, ursun çatıra bilir. Gələndən bəri neçə yerdə maşinlər batıb, yollar çox sıradır. Xahiş edirəm. Bunun hamısı çətinlikdir. Bunun bir azadlığı olmalıdır. Bunun bir gələcəyi olmalıdır. Biz bu torpaqda belə yaxşı nəfəs almalıyıq. Allah sizi əks eləməsin, Xudavənd aləm sizə qol qanat versin. Nəbi kimi, Koroğlu kimi qəhrəmanlıqlar əldə eləsin mənim balalarım. Sizin hamınızı öpürəm, ürəyimə basıram. Xudavənd aləm, siz bizim hamımızı balamızsınız, bizim balalarımızsınız. Sizi əks eləməsin. Sizdən mənim arzum odur ki, heç bir politika, heç bir küçə sözünə baxmayasınız. Ona görə ki, torpağı azad eləmək lazımdır. Torpağı qorumaq lazımdır. O torpaq qorunursa, o torpaq sahibinindir. Düzdür mü Aksel? Mən hamınızdan, Başarət cəmaatından da öz minnətdarımı bildirirəm ki, bu cəmaata, bu əziyyəti bu Başarət cəmaatınındır. Ona görə bunun suyu, bunun hamamı, bunun yeməyi çatmayanda bunlar verir. Xudavənd aləm elə obuya versin. Mənim sözüm də prezident, Allah səni sağ eləsin, sağ olun. Xudavənd aləm sizə belə qol qanat versin. Sağ olun. Bütün əsgərlərin adından hamımızı minnətdarımızı bildirir. Siz əmin edirsiniz ki, ancaq sizin xoşxəbərdə Ümumiyyətcə, Xudavənd aləm bizi həmişə gülər üz, çalgıçı eləsin, oynayın. Bizə bu müsibəti kənar eləsin. Mən 3 dənə övlad atasıyam. Dediyim odur ki, valla özümdə baxma, nazir zad işləmirəm, fəhləli ilə övladlarımı oxutmuşam, savadlandırmışam, bir Daşkəndlədir, bax budur. O oradan sizə öz ürək sözü deməyə gəlib. Allah qüvvət versin, nə qardaş, nə deyim var? Allah üstümüzə yar olsun. Gücdən düşmüyor. Bax, bu mənim qardaşım oğludur, bunu dövlət tərəfindən, kəndin axsaqqalı, sən mən elə biləm, odur. Dövlət tərəfindən bura heç kəs heç nə yollamayıb. Mənim öz qardaşım oğludur, İnşaat Politexnik İnstitutunun tələbəsidir. Mən özüm gətirmişəm ki, bu cəmaatın vəziyyətinə şərik olalım. Allah sizi əks eləməsin. Sağ olun. Sizi də Allah siyir. Gözün üstüne yerin